Salamlar hər birinizə. Bu günləri sizlərə tam cəbri ifadələrin 3-cü bölməsi olan müxtəsər modüstorların misallarını izah edəcəyik. Birinci sualımızda deyir ki, a üstəgəl b kvadratını almaq üçün a çıxı b kvadrat ifadəsini hansı ifadəni əlavə etmək lazımdır? Bu müxtəsər modüstorlarında var. A üstəgəlsin b kvadratı bərabərdir. A çıxılsın b-nin kvadratı plus 4ab. Səbəb də bundan ibarətdir ki, burada müsbət 2ab olur. Burada isə mənfi 2ab. Gələk mənfi 2ab-nin üzərinə 4 gələk ki, ikisi artıq qalsın. Olacaq birinci sualımız C variantı. İkinci sualda isə ifadəni sadələşdirindir. Diqqət edirsək, burada bunları toplananların yerini dəyişmək olar. Toplananların yerini dəyişəndə, yəni 7-3x üstəgəlsin 14y kvadratı yazsaq, görərək ki, müxtəsər modüstorumuzdur. Bir dəfə çıxılması, bir dəfə toplanması, yəni kvadratlar fərqi a kvadratı çıxılsın b kvadratı. A-mız bizim 7-3x-dir, kvadratı yazacaq, çıxılsın 14y kvadratının kvadratı. 7-3 kvadratı yüksəltdikdə 49-a 9x kvadratı və 14-ün kvadratı bilirik ki, 196 y-üssü kvadratın kvadratı olanda üstündə 4 olacaq. Burada da doğru cavabımız olacaq. Baxa, diqqət edirək. Olacaq B variantı. Üçüncü sualda eyni qayda ilədir. Dördüncü suala diqqət edirək. Deyir, çox ədəsi y-in hansı qiymətində 2 ədlinin kvadratı olar? 2 ədlinin kvadratı, yəni a üstəgəlsin b-nin kvadratında ortada duran 2ab olur. Açılış a kvadratı plus 2ab plus b kvadratıdır. Və ortada duran hədd hasilin 2 misli olur. Baxırıq ki, birinci kvadrata yüksəldilib. 5-də 4x olub ki, kvadrata yüksəldəndə 25-də 16 eləyib. O birisi də 0-dan 10-da 2 olub ki, kvadrata yüksəldəndə 0-dan 104 olub. Deməli, bunları bir-birinə vururıq. Sonra da, baxın, görürsünüz, bir-birinə vurub, sonra da 2-yə vururuq. Olur, bu 0-10-da 8 deməkdir. 0-10-da 8x vurulsun 0-10-da 2 vurulsun 2. 0-10-da 8-i 0-10-da 2-yə vuranda 0-dan 116 edir. 0-dan 116-ı da 2-yə vuranda 0-dan 132 x olacaq. Və burada toplama da ola bilər, çıxma da ola bilər. Yəni, ortadakı hədd toplanmasını yoxsa çıxılmasını bildirir. Ona görə də doğru cavabımız olacaq E variantı. 5-ci sualda eyni qayda ilədir. Keçid eləyək 6-cı suala. Deyir, çox ədədini standart şəkildə göstərin. X kvadratı minus 1-i yazırıq. X minus 1, x plus 1. Çünki burada 1-in kvadratı 1 eləyir. Kvadratlar fərqi. Bir dəfə çıxılma, bir dəfə toplama. Daha sonra x kvadratı plus x plus 1 və x kvadratı minus x plus 1. Diqqət etirsək, bununla buna görərək ki, x kubu çıxılsın 1-in kubunun açışıdır. A kubu çıxılsın B kubunun açışıdır. Və ikinci olaraq da bunlara diqqət etirsək, görək ki, bu da x kubu üstəgəl 1-in kubudur. Və görürük ki, x kubu çıx 1, x kubu plus 1. Bu da yenə müxtəsərdir, kvadratlar fərqi. X kubunun kvadratı çıxılsın 1-in kvadratı. Bu yazı x üstü 6 çıxılsın 1. Olacaq doğru cavabımız E variantı. 7-ci sualda eyni qayda ilədir. 8-ci suala diqqət edirək. 8-ci sualda yazırıq 3x çıxılsın y və burada biz bunu sadələşdirsək 3x-in kubu yazıb üstəgəl y kubun yazsaq, kublar cəminin açışı 3x plus y, daha sonra birincinin kvadratı və yaxud da heç açmadan, belə deyək də, heç açmamıza ehtiyac yoxdur. Niyə görə? Çünki buna diqqət edirsək, elə 3x-in kubu çıxılsın y-in kubunun açışıdır. Və 27x kubu üstəgəl y kubunda yazırıq. Bu olacaq artıq bir dəfə toplama 27x kubu çıx y kubu, 27x kubu plus y kubu. Bu olacaq bir dəfə fərq, bir dəfə cəm. Olacaq kvadratlar fərqi, yəni 27x kubunun kvadratı çıxılsın y kubunun kvadratı. Üstə gəlsin 3-də 1 x kvadratı yx. Sadələşdirsək, 27-nin kvadratı eləyəcək 729 x 6 çıxılsın y üstü 6 üstə gəl 3-də 1 x. Burada indi x kvadratıdır, bir də x-dir. Nə olacaq? X kubu.
X kubu y. Bu da doğru cevabımız olacaq D variantı. 9-cu suala keçid eləyək. Deyir, ifadəsini çox aydın standart şəklində göstərin. A çıxılsın B-nin kvadratının açışı, A-nın kvadratı minus 2 vurulsun A vurulsun B plus B-nin kvadratı. A-mız bizim 2'də 1 A kvadratdır. Onun kvadratı yazılır. Minus 2 vurulsun 2'də 1 A kvadratı. Bu mötərizəsiz olsa da olar. Vurulsun B-miz bizim 3B kubudur. 3B kubu plus sonuncu da B kvadratdır. Yəni 3B kubunun kvadratı. Sadələşdiririk. 2'də 1'in kvadratı 4'də 1 eləyir. 4'də 1 A üstü 4 eləyəcək. 2'də 1 nə 2 ixtisar gedir. Deməli, çıxılsın 3 qarşıya gələcək. 3 A kvadratı B kubu. Üstə gəlsin. Burada da 3'ün kvadratı 9 eləyəcək. 9 B üstü 6. Uyğun variantımız, diqqət yetirək. 4'də 1 A üstü 4. Çıxılsın 3 A kvadratı B kubu plus 9 B üstü 6. Bu da olacaq C variantı. 10-cu suala diqqət yetirək. 10-cu sualımızda deməli, bu açılış diqqət etirsək görək ki 3A-nın kubu çıxılsın 1'in kubudur. Yəni kublar fərqinin açılışıdır. Üstə gəlsin, digər də həmçinin kublar cəminin açılışı olacaq. 2A-nın kubu plus 1'in kubu. Mənfi 1'in kubu elə mənfi 1 eləyir. Müsbət 1'in kubu müsbət 1 eləyir. Bunlar islah olur. Qalır yerdə 3A-nın kubu 27, A kubu üstə gəl 8A kubu. Bu da eləyəcək 35A kubu. Yəni C variantı. Burada suallarımız az olduğu üçün növbəti mövzuya keçid eləyək. İfadələrin ədədi qiymətlərinin hesablanması. Bu da bizim tam cəbri ifadələrimizdə 4-cü bölmədir. Birinci suala diqqət yetirək. Birinci sualımızda vurub açsaq 5n çıxılsın 5m çıxılsın 2n minus 2 bərabərdir. 5n-dən 2n çıxsa 3n çıxılsın 5m çıxılsın 2 bərabərdir. N-imiz 3'də 1'dir. 3 vurulsun 3'də 1 çıxılsın 5 vurulsun mənfi 5'də 2 minus 2 sadələşdirək. 3'də 1 nə 3 ixtisar gedir 1 qalır. 5'də ixtisar gedir. Mənfi mənfiyə müsbət 2 olur. Burada da çıx 2. Bunlar islah olur. 2'dən 2 çıxanda 0 qalır. O da birimiz var idi. Olacaq doğru cavabımız A variantı. Keçid eləyək. İkinci sualımız eynidir. Keçid eləyək üçüncü suala. Vurub açırıq. AB plus AC plus BC plus C kvadratı. Daha sonra digərində AB minus AC minus BC və plus C kvadratı. Çünki 2 dənə mənfi bir-birinə vurulur. Olur 2AB və AC-lərimiz islah olur. BC-lərimiz də islah olur. Plus 2 dənə C kvadrat. 2'ni çıxardırıq, olur AB plus C kvadratı. AB plus C kvadratımız 0,5'dir. Yazırıq 2 vurulsun 0,5. O da eləyir 1. Doğru cavabımız olur C variantı. 4-cü sualımızda eyni qayda ilədir. Diqqət edirək 5-ci suala. A kvadratı üstəgəl B kvadratı düsturu nədir? A üstə gəlsin B-nin kvadratı minus 2AB. Bu müxtəsər olma düsturundan alınır. Deməli, onda yazırıq 101 bərabərdir. A üstə gəl B-miz 13'dür. 13'ün kvadratı minus 2AB. 13'ün kvadratı 169 çıxılsın 2AB bərabərdir 101. 2AB-ni tapmaqdan ötürü 169'dan 101'e çıxmalıyıq. Eləyir 68. AB-miz də olur 34. Olacaq doğru cavabımız B variantı. 6-cı sualda eyni qayda ilədir. 7-ci suala baxaq. 7-ci sualımızda diqqət edirək. Deməli, burada 6xy mötərizə xaricinə çıxarsaq, baxın 6 ilə 12-dən 6 çıxır. X kvadratı x-dan da x çıxır. Y-dən y kvadratından da y çıxır. Birincidə qalır x, ikincidə 2y. Plus. Bunu da belə yazsaq, 2y-in mötərizə kubu yazsaq, 8y kubu eləyir. Bunu da kublar fərqi kimi, yəni 2y çıx x, daha sonra birincinin kvadratı 4y kvadratı, daha sonra hasili müsbət formasında plus x kvadratı. Və burada diqqət etiririk ki,
Buradan mənfi 6xy mənfi versək, bunun qarşısına bunların yeri dəyişəcək. Bunların yerini dəyişdiririk. 2y çıxılsın x. Mötərizə xaricinə 2y çıxılsın x-i çıxardırıq. Olur mənfi 6xy plus 4y kvadratı plus 2xy plus x kvadratı. Sadələşdirək. 2y çıxılsın x və 4y kvadratı. Burada çıxılsın 4xy olacaq. Çünki biri mənfidir, biri müsbət. Mənfi 6-ın üstünə də 2 qalında 4 elə. Plus x kvadrat. Bu açılışda 2y çıxılsın x-in mötərizə kvadratının açışıdır. Olur 2y çıxılsın x vurulsun 2y çıxılsın x-in kubu. Kubu yox, kvadratı. Daha doğrusu bayaqları kuba, birazdan kuba alınacaq. 2y çıxılsın x-in kubu olacaq. Sadələşdirək indi. Yerinə qoyaq. 2 vurulsun mənfi 3-də 2 çıxılsın 3-də 2 də kubu yazırıq. Olacaq mənfi 3-də 4 çıxılsın 3-də 2. Bu eləyir mənfi 3-də 6, yəni mənfi 2. Mənfi 2-nin kubu olacaq. O da eləyəcək mənfi 8 B variantı. 8-ci sual da eyni qayda ilə həll olunur. 9-cu suala keçid eləyək. Bizə deyək ki, P1 üstə P3 bərabərdir 18. Yəni ki, dəyişənimizin yerinə 1 qoyanda, yəni qoyuruq yerinə P, məsəl üçün yazaq bura. P1 üstəyənsin P2 bərabərdir 2 vurulsun 1 plus 8 vurulsun 1 çıxılsın 3. Bu da eləyəcək 2 vurulsun 2 üstəyənsin, daha doğrusu 8 çıxılsın 3. Bu eləyir 7. P2 qoysaq yerinə P2 üstəyənsin P3 bərabərdir. Baxın, ikisinin yerinə 2 qoyduq. 2 vurulsun 2-nin kvadratı plus 8 vurulsun 2 minus 3. Olur. Deməli 8 üstə gəlsin 16 minus 3. Bu da eləyir 21. İndi bunları çıxsaq, olur P1 çıxılsın P3. P2'lərimiz islah olacaq. Bərabərdir. Deməli, burada neçə almışdıq? 7 almışdıq. 7-dən 21-in çıxanda mənfi 14. Bir də P1 üstə gəlsin P3 bərabərdir 18. Sistemi alırıq, toplayırıq 2P1. P3'də islah olur. Qalır burada 4. Çünki 18-dən 14'ü çıxırıq. P1 bərabər olur 2'yə. Olacaq doğru cavabımız E variantı. Eyni qayda ilə 10-cu sualda həll olunur. 11-ci suala keçid eləyək. Deyir, 3-də 1 olarsa ifadənin qiymətini hesablayın. Diqqət etirsək, görək ki, bu açılış x kubu minus 2-nin kubudur. Və burada da ki, müxtəsərdir. X kvadratı çıx, 3-ün kvadratı, yəni 9-dur. Olur x vurulsun, x kvadratı minus 9 çıxılsın, x kubu çıxılsın, 2-nin kubu nə eləyəcək? 8. Bunu vurub açırıq. X kubu minus 9x minus x kubu plus 8. X kublar islah olur. Qalır 8 çıxılsın 9x. Və yerinə qoyuruq. 8 çıxılsın 9 vurulsun 3-də 1. Bu da eləyəcək burada 3 qalacaq. 8-dən də 3 çıxanda olacaq 5. Doğru cavabımız olacaq 5. 12-ci sualda eyni qayda ilədir. 13-cü sualla 14 də eynidir və sonuncu 13-cü sualımızı izah edirik. Deyir, diaqramda x dəyişəndən asılı çoxhədisinin əmsalları verilir. Bu çoxhədini yazın və 5 olduqda onu qiymətini hesablayın. Baxırıq ki, a x kvadratı. A-mız bizim 4'dür. Yəni 4x kvadratı. Üstə gəlsin bx-dir. B-miz 1'dir. Olur 1x, yəni x. Plus c-dir. C-miz də ki 3'dür. İndi 5'i qoyuruq yerə. 4 vurulsun 5'in kvadratı. Üstə gəlsin 5 plus 3. Olur 25'i 4'e vuranda 100 plus 8. 5'in özü topladım. Oldu 108.